Lənkəranda Məhəmməd Peyğəmbərin mövludu ilə bağlı Vəhdət həftəsi adlı mini futbol yarışı keçirilib. Finalda görüşən Avrora və GTV komandaları arasında hesab 4-0 olmaqla yarışa yekun vurulub. Peyğəmbərin mövludu ilə bağlı Vəhdət həftəsi mini futbol yarışına fevralın 5-dən start verilib. Yarışa Cəlilabad və Lənkəran rayonunun müxtəlif kəndlərindən 24 komanda qatılıb. Komandalar məğlub olduqca sona qalan GTV, Avrora, Cəlilabad və Bazar komandaları 1-2 və 3-cü yerlər üçün mübarizə aparıb. Komandalar arasında Avrora 1-ci, GTV 2-ci, Cəlilabad isə 3-cü yerdə qərarlaşıb. Qalib komandaların kapitanları yarış haqqında gözəl təəssüratları olduğunu deyirlər. Çox sağ olun ki, belə tədbirlər görmüşsünüz. Allah sizdən razı olsun. Biz çox şad olduq, bizi dəvət edəcək, biz oynadıq. Çox yaxşı oldu. Hamımız, hər şeydən razıyıq. Bu günlər indi qalib oldunuz da hansı hissiyatı keçirsiniz? Allah, bundan yaxşı bir şey ola bilməz. Çox sevindim. Onun təəssüratları çox əla idi. Çünki burada bizə qalibiyyət lazımdır idi. Vəhdət idi. Peyğəmbərin 6-cı mamızın mövzusu ilə bağlı mehribançılıq idi. Başqa turnirlərinin fərqi oydu ki, burada əsas əxlaqı nümayiş yaratdırıldı. Bir də vəhdətə xatir olundu. Rayı komandanı təbrik edirəm. Layiq idilər uğurlar. Ümumiyyətlə bu cürə tədbirlərin keçirilməsi necə qiymətləndirir? Allah. Belə tədbirlər başqa turnirlərdən çox fərqi var. Vəhdət yaradır. Bir-birimizin münasibəti biraz da sıxlıq yaradır. Gözəl. Yarış təşkilatçıları gəncləri zərərli vərdişlərdən, pis adətlərdən yayındırıb, səmərəli işlərə cəlb etmək, idmana meylləndirmək məqsədi ilə bu cür oyunların keçirildiyini deyir. Yarışın təşkilində məqsəd budur ki, gənclərimizdə sağlamlıq, əhval-ruhiyyəsi, gənclərimizdə idmana meyil yaratmaq, onları zərərli adətlərdən çəkindirmək, yəni gənclər daha sağlam, daha necə deyim, idmançı kimi, bir insan kimi gənclərimiz daha sağlam olsunlar və eyni zamanda Peyğəmbərimizin şərəfinə ki, təşkil olunub, eyni zamanda Peyğəmbərimizə də onların məhəbbətini biraz da artırmaq. Bu yarışlarda gənclərimiz, məsələn, bu üçün mübarizə aparırlar, eyni zamanda bu bizim vətənimizə hər zaman sağlam gənclər lazımdır. Özü də bir vətən üçün xidmət. Yaxın günlərdə 1-ci, 2-ci, 3-cü yerləri tutan komandaların qiymətli hədiyyələrlə mükafatlandırılacağı və ənənəvi tədbirlərin davamlı keçiriləcəyi nəzərdə tutulub.